Bəli, İran Azərbaycanın ərazi bütövlüyünü qəbul edir, rəsmi səviyyədə bunu deyib. Düzdür, müharibə zamanı Ruhani hökuməti biraz gecikmiş münasibət bildirdi. Əvvəl iki tərəfi də sülhə çağırırlar, sonradan. Çünki ümumiyyətlə, mən düşünürəm ki, indi bu siyasi məsələdə olsa münasibətimi bildirmək istəyirəm. Ruhani hökumətinin əsas başı qarışmışdı qərblə münasibətlərin normallaşmasına və regionda gedən proseslərə bir o qədər də belə deyək, ögey münasibət bəslənilirdi. Lazım olan səviyyədə dəstək verilmirdi. Müsəlman ölkəsi olaraq Azərbaycanın haqlı gözləntiləri var idi. Bir neçə gündən sonra bildirildi. O da iki başlı belə münasibət, amma ölkənin ali rəhbəri tərəfindən açıq şəkildə çıxış edildi və qeyd olundu ki, Qarabağ Azərbaycana aiddir. Yəni bu Azərbaycanın torpağıdır və əgər Qarabağ Azərbaycandırsa, Azərbaycanın ərazi bütövlüyü dəstəklənirsə, İranın yük maşınlarının Xan kəndinə hərəkət eləməsi beynəlxalq hüquq normalarının pozulmasıdır, qonşuluq münasibətlərinin pozulmasıdır. Bəli, ola bilər deyirlər hansısa tranzit şirkəti bunu edir, amma hər bir halda Azərbaycan haqlıdır bu məsələdə, öz tələbini irəli sürsün ki, bu məsələdə və digər bu kimi məsələlərdə bizim gözləntilərimiz tamamilə fərqlidir. Yəni orada Ermənistandan ora yüklər daşınır razılaşmaya əsasən, amma hansı üçüncü dövlətin vətəndaşı Azərbaycan ərazisinə daxil olursa, Xan kəndi Azərbaycanın ayrılmaz hissəsidir. Və indi orada müəyyən məsələlər var, Azərbaycan bu məsələləri həll edəcək. Heç də hər zaman koridora falan mən düşünürəm ehtiyac olmayacaq. Bu bir keçid dövrüdür. Bəli, bu Azərbaycanın problemidir. Amma dost ölkələr də Azərbaycanın problemində bu kimi məsələlərdə ya Azərbaycanın yanında olmalı, ya da heç olmasa bu prosesə mane olmamalıdır. Ona görə də bəli, bu məsələlər haqlı olaraq bu iradlar cəmiyyətdə səslənir və bizim də kiməsə irad bildirməklə bağlı hansısa bir narahatlığımız yoxdur. Bu məsələlərdə həmişə obyektiv olmağın, bunu bizim dinimiz tələb edir, ədalətli mövqe və inanclı vətəndaş olaraq da bu mövqeni həmişə ifadə etmişik. Azərbaycan dövlətçiliyi, Azərbaycan müstəqilliyi bizim üçün qırmızı xəttdir. İran tırlarının üzerinde Ermeni plakalarını yaptırmaya çalıştılar. Ve bizi kandırmaya çalıştılar. Birinci defa şifaya haberdarlık, ikinci defa resmi nota, üçüncü defa postlar. Gömrük, sınır, polis. Qarabağ bölgesinde cəmi 25.000 adam yaşıyor. Yani o kadar bu pazar önemli. O kadar o ticaret önemlidir ki dost, kardeş saydığın ülkeye karşı böyle hürmet. İran ve Ermənistan eyni mədəniyyətdən gəlir. Hər iki xalq hər zaman dostluq və qardaşlıq içində yaşayıb. Biz Ermənistanı hər zaman dost ölkə kimi görmüşük və bu münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik.